Aziz izləyicilər, bir dənə ağrılı məsələni qaldırmaq istəyirəm. Belə ki, tır sürücüləri burada biri dayanıb. Harda gəldi, gətirirlər maşınlarını saxlayırlar. Harda gəldi ya. Elə vaxtda lap qapının ağzını, kandarın bağlayırlar. Məsələn, evako çıxış deyirik də buna. Bir hadisə olanda, bir nə bilim, necə deyirlər, yanğın, fəsad olanda çıxış ya hamısı bloklanır. İcazəli, icazəsiz gətirir məsələn tellərin altında, elektrik naqillərinin altında, sonra bu rabitə xətlərinin altında, həm də ki binaya, yaşayış evinə çox yaxın yerlərdə saxlayırlar. Bu avtomobillə bağlı olan söz sahibləri yəqin ki buna münasibət bildirməlidirlər ki, yəni belə vətəndaşın yerini dar eləmək olmaz, ona çətinliklər yaşatmaq olmaz. Bu adamlar başa salmalıdır. Bunlar yaxşı pul qazanırlar yəqin ki. Artıq öz necə deyirlər, emosiyaların cilovlaya bilmirlər. Deyirlər ki, hər şeylə pulla həll olunacaq, filan olacaq. Yəni belə düşünürlər də mən belə başa düşürəm. Çünki elə harda gəldi saxlamaq, nə bilim, yolları necə deyirlər, təhlükə mənbəyi yaratmaq olmaz axı, vətəndaşın sakitliyini pozmaq olmaz. Sağ olun, vaxtınıza görə və şərhlərinizi gözləyirəm, şərhlərinizə yazın.